Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizə MHM test kitabından cümlə növlərinin izahını verəcəm. Başlayaraq birinci testdən baxırıq, sual cümləsidir. Bizdən yanlış olanı istəyir. Burada mübtədanı və mübtədəyə mi sual verilib, tamamlığa mı sual verilib, bunu müəyyənləşdirmək vacibdir. Məsələn, A variantında görürük ki, tamamlığa sual verilibdir. Who, with, kimlə razılaşırıq? Mübtəda he-dir və ona görə köməkçi fe'l keçir mübtədadan əvvələ, bu doğrudur. B variantında yenə eyni qaydada mübtədəyə tamamlığa sual verilibdir və mübtədədən əvvələ köməkçi fe'l keçib doğrudur. C variantında what are accustomed to, nə öyrəşibdir, alışqındır falan belə. Nəyə to'dan sonra burada nəsə bir şey olmalıdır və yaxud da ki, kim nəyə alışıb deyəndə burada mübtədə olmalı idi. Bu cümlədə yanlışlıq var. D variantında yenə də mübtədə he-dir. Who to, kimlə evlənibdir və E variantında isə kim onunla evlənib. D-də tamamlığa sual vermişik, o kiminlə evlənib. E variantında isə kim evlənib onunla. Burada mübtədəyə sual veririksə, mübtədanı yazırıq, ardınca xəbər olduğu kimi qalır. İkinci testə gələndə bizdən düzgün cavab istəyir. A variantı düzgün cavabdır. Ümumiyyətlə, yadda saxlayırsınız ki, inkar sualı düzəltmək üçün ya qısa formada köməkçi fe'llə not birləşib mübtədadan əvvələ keçməlidir. Yəni ki, məsələn, C-dəki kimi hasn't formasında ya da ki, köməkçi fe'l mübtədadan əvvələ keçir, not isə mübtədadan sonra yazılır. Ona görə bu doğrudur. B-də ikisi ayrı-ayrılıqda mübtədadan əvvələ keçdiyinə görə yanlışdır. C variantında has üstəgəl fe'lin üçüncü forması lazımdır və lead fe'linin üçüncü forması led olur. Ona görə bu yanlışdır. D variantında iki dənə inkarlıq var deyə yanlışdır. E variantında is not ayrı-ayrı mübtədadan əvvələ keçdiyinə görə yenə də nədir? Yanlışdır. Üçüncü testə baxırıq. Yanlış istəyir. C variantı yanlışdır. Çünki your brother mübtədadırsa biz ona qarşılıq olaraq he istifadə etməliyik. Digərləri doğrudur. Təsdiqdə inkar vermişik, movi itlə əvəz olunubdur. B-də have got-un sual inkarı have-in özü ilə düzəlir. Ona görə də haven't olubdur. D variantında əmr cümlələri ikinci tərəfdə will olur. Let us verilibdirsə shall we olur. Ona görə digər variantlar doğrudur. Beşinci testdə bizdən düzgün variant istənilir. B variantı düzgün cavabdır. I am verilərsə ikinci tərəfdə aren't I olur ya da am I not olur. A variantı niyə yanlışdır? Çünki must sual inkarı özü düzəldir. Digər tərəfdə mustn't olmalı idi. C variantında are, there is, there-adakı burada Z-yə çevrilmir. Z-in özü saxlanılmalıdır. Ona görə yanlışdır. D variantında nephew kişi cinsidir, she olmaz. E variantında isə niece qadın cinsidir, he olmaz. Altıncı testdə düzgün cavab istənilir bizdən D variantı olacaq. Is invited. Ümumiyyətlə, bax, belə apostrof S-lərə imtahana da düşmüşdü. Çox diqqət eləmək gərəkdir. Çünki apostrof S has da ola bilər, is də ola bilər. Cümlənin mənasına diqqət edirik. Burada görürsünüz, is invited, isn't it olaraq verilibdir. A variantında gave flowers to me olmalıdır. Çünki double iki dənə tamamlıq olanlarda ya deyəcək ki gave me flowers ya da gave flowers to me olmalıdır. Canlı tamamlıq söz önü ilə işlənməlidir. B variantında did varsa da left olmaz. Birinci formaya qayıtmalıdır. C variantında is rainingdir. Burada has-lə qarşılıq verilibdir. Sonra əgər burada been olsaydı, apostrof S sonra been raining olsaydı, deyərdim has been raining. Amma yoxdursa, deməli is rainingdir. E variantında isə has tək başına işlənirsə, ona köməkçi fe'l does'dan istifadə eləmək lazımdır. Has'in özündən yox. 7-ci testlə davam edəcək. Düzgün variant istənilir. A variantı elə düzgün cavabdır. Təsdiqdir, inkar vermişik. Canlı törəmələrə Z ilə qarşılıq vermişik. B variantında yanlış olan nədir? Nobody canlı törəmələrə Z ilə qarşılıq verilməlidir. C variantında cansız törəmələrə itlə qarşılıq verilməlidir. D variantında yenə də Z olmalıdır. E variantında isə nothing birinci tərəf inkardır, ikinci tərəf təsdiqdə olmalı idi. 8-ci testdə cavabımız D variantı olacaq. Bizdən düzgün cavab istənilir. Deməli, burada isn't there doğrudur. A variantında yanlış oldu ki, would-a want olaraq qarşılıq verilməz. Çünki want will not deməkdir. Yəni, wouldn't olardı ya da birinci tərəfdə will olardı.
B variantında has busy yox, to be üstə gəl adjektivdir də, is busy. Ona görə ikinci tərəfdə isn't olmalıydı. C variantında got varsa has gotdur, ikinci tərəfdə hasn't olmalıydı. E variantında isə won't verilibdir, will not, ikinci tərəfdə will olmalıydı. Keçdik 9-cu suala. 9-cu sualda müəllimlər, bir dəqiqə. Aha. Cavab E variantı olacaq. 9-cu sualda bizdən düzgün variantı soruşurdu. Is burada isn't qarşılıq verilib və Mrs. Qadın cinsi olduğuna görə she ilə əvəzlənibdir. A variantında is too big isn't olmalıydı ikinci tərəfdə. Is playing isn't he olmalıydı. Your brother has chosen'dı. Has chosen'dı yoxsa is'di? Yox, has deyil. Seçməyibdir. Baxın, seçilibdir deyir. Ona görə deməli burada is chosen'dı, seçildi. İştirakçılar arasından seçildi. İkinci tərəfdə isn't he olmalıdır. D variantında isə əksinə these classes seçibdir deyir. Has chosen'dı. İkinci tərəfdə hasn't olmalıdır. 10-cu testdə doğru cavabımız A variantı olacaq. Everyone can, ikinci tərəfdə can say. Lee hardly, birinci tərəfdə hardly varsa, ikinci tərəf təsdiq olmalıdır. Əmr cümlələrində want olmalıdır, will you olmalıdır. Let us verilibsə, shall we olmalıdır. Və has left isə burada da haven't they olmalıdır. 11-ci testdə isə B variantı doğru cavabdır. A variantında no deyirsə, he doesn't olmalıydı burada. C variantında would-la sual verilibsə, don't-la qarşılıq verilməz, they wouldn't olmalıydı. Bəli, wouldn't. D variantında shan't we go to the cinema? Yes, you shall yox, yes, you will olmalıdır. Çünki you ilə shall işlənməz. E variantında have they got? Have-la sual verilibsə, ikinci tərəfdə də no, they haven't olmalıydı. Keçdik 12-ci suala. 12-ci sualda bizdən zaman budaq cümləsi olmayanı soruşur. Yəni, zaman budaq cümləsi olmayan variant seçməliyik ki, o E variantındadır. I can ask the teacher, soruşa bilərəm müəllimdən nəyi? Tamamlıq budaq cümləsidir, imtahanın nə vaxt olacağını. A variantında zaman budaq cümləsidir. Xoşbəxt görünmürdü, nə vaxt, nə zaman ona deyəndə. After zaten zaman bağlayıcısıdır, as long as zaman bağlayıcısıdır, müddətcə. İstədiyin müddətcə burada qala bilərsən. Before yenə də zaman bağlayıcısıdır zaten. 13-cü testdə adverbial clause of time olmayan, yəni zaman budaq cümləsi olmayan seçmək lazımdır. A variantındadır. I want to know, bilmək istəyirəm nəyi? Burada zaman budaq cümləsidir. Amma before'dan sonra gələn zaman budaq. A-da tamamlıq budaq cümləsidir. B-də zaman budaq cümləsidir. As soon as-da zaman budaq cümləsidir. By the time-da zaman budaq cümləsidir. When zaman budaq cümləsini bağlayıbdır burada. Çünki qayıdacaq nə vaxt, nə zaman körpəsi doğulanda. Sonra gəldik nəyə? 14-cü suala yer budaq cümləsi olmasın deyə soruşur. B variantıdır. Çünki is unknown cümlənin xəbəridir. Where he lives. Onun harada yaşadığı bilinmir. Nə? Onun harada yaşadığı mübtəda budaq cümləsidir. Görürsünüz, mübtədanın yerində budaq cümlə var. A variantında qala bilərsən harada, istədiyin hər yerdə, harada sualını verirəm və zərfli budaq cümləni alıram. You can watch our channel. İzləyə bilərsən harada yaşayırsansa orada. Hər hara getsə, sistem toplayır. Harada, hər hara getsə orada. E variantında isə tikildi harada, bir zamanlar park olan yerdə. Hamısı harada xəbərdən harada sualını verib, biz budaq cümləni, yəni yer budaq cümləsini ala bilirik. 15-ci testdə adverbial clause of manner olmasın deyir. Tərzi hərəkət zərfi budaq cümləsi olmayan cümlə D variantındadır. If the facts don't fit the theory. Bu, birinci növ şərt budaq cümləsidir. Faktları dəyiş. As if elə bil ki, sanki deməkdir, mannerdir. He acted, davranırdı. Necə cür davranırdı? Ona deyildiyi kimi tərzi hərəkətdir. Necə sualını, how sualını verirəmsə də deməli manner olacaq. Məsələn, he acts həyata keçirdi, davrandı. Nə cür? Like it's a joke, bir zarafatmış kimi. B variantında as young as I ever did, əvvəllər olduğum qədər gənc hiss edirəm. Nə cür? Bunu da biz götürə bilərik manner kimi. Amma D variantı sırf şərt budaq cümləsidir. 16-cı testdə isə ümumiyyətlə adverbial clause olmasın deyir.
As my mother did. Mənim anamın elədiyi kimi. Necə, nə cür? Bu zərfli budaq cümləsidir. B variantında as if-lə zərfli budaq cümləsidir. He could do it. Bunu eləyə bilər. Necə, nə cür? As heç kimin eləmədiyi kimi zərfli budaq cümləsidir. D variantında zərfli budaq cümləsi yoxdur, çünki sadə cümlədir. E variantında as if-dən sonra yenə də budaq cümlə gəlibdir. 17-ci testdə təyin budaq cümləsi olmasın deyir. Baxıram burada. I couldn't answer. Mən cavab verə bilməyəcəm. Nəyə? Onun kitabları harda saxladığına. Deməli, bu nə oldu? Tamamlıq budaq cümləsi oldu. Təyin budaq cümləsi deyil. Çünki və əgər özündən əvvəl gələn yer bildirən sözü təyin eləmək üçün istifadə olunsa, təyin budaq cümləsi olar. Cavab A variantıdır. Amma B variantı da təyin budaq cümləsi deyil. Burada çox güman ki, hansı fact that-lə təyin ediblər. Elə deyil. Biz sizlə dönə-dönə öyrənmişdik ki, the fact that bir bağlayıcıdır. Məsələn, would give me time to consider. Düşünmək üçün mənə vaxt verə bilərdi. Nə? The fact that his letter didn't require an immediate answer. Bax, bu tam olaraq bir dənə mübtəda budaq cümləsidir. Ona görə B-ni də götürəcəm ki, bu təyin budaq cümləsi deyil. C variantına baxacağıq. Question sözünü təyin eləmişik. D variantında house sözünü təyin eləmişik. E variantında isə place sözünü və ilə təyin eləmişik. Hamısı təyin budaq cümləsidir. 18-ci testdə adverbial clause istənilir bizdən. C variantı adverbial clause of time'dır. Kimi tərcümə edirik, çatan kimi, ona denən. A variantında təyin budaq cümləsi özündən əvvəl gələn ismi təyin edibdir. B variantında təyin budaq cümləsi də children sözünü təyin edibdir. D variantında is unknown xəbərdir. Nə? Mübtədanın yerində budaq cümlədir. Mübtəda budaq cümləsidir, yəni noun clause-dur. E variantında isə yenə də təyin budaq cümləsidir, who ilə başlayan. 19-cu testdə isə E variantı doğru cavabdır. Adverbial clause yoxdur, zərfli budaq cümləsi deyil. Resource which are crowded təyin budaq cümləsidir, yəni relative clause-dur. A variantında type this again, yenidən yaz. Necə, nə cür? Sənə göstərdiyim kimi. Bu manner olan zərfli budaq cümləsidir. As if-lə sonra gələn zərfli budaq cümləsidir. So that məqsəd bildirən zərfli budaq cümləsidir. As fast as we could. Elədiyimiz kimi sürətli, bu da zərfli budaq cümləsidir. 20-ci sualda düzgün inkar cümlə istənilir bizdən. A variantındadır. Birinci tərəfdə inkarlıq var deyə, ikinci tərəf təsdiq verilibdir. B variantında birinci tərəfdə inkarlıq var, ikinci tərəf inkar verilib, yanlışdır. C variantında 2 dənə inkar yanaşı gəlibdir, yanlışdır. D variantında not only but olsa inkar demir. Buradakı not only inkarlıq əmələ gətirmir, bu bir bağlayıcıdır. Bizdən düzgün inkar cümlə istəyir. E variantında isə I don't have not, ardıca sayılan isim gəlirsə article gəlməlidir ya da any gəlməlidir. I don't have a question və yaxud da any question, hansısa bir sualım yoxdur. 21-ci testdə isə səhv inkar cümlə istənilir bizdən. C variantı səhvdir. Does not ayrı-ayrılıqda mübtədadan əvvələ keçməz. Doesn't he olardı və yaxud da does he not olardı. Bax, D-dəki kimi. E-də də görürsünüz, qısa formada keçibdir əvvələ. Why don't you qısa formada əvvələ keçibdir bunlarda da. 22-ci testdə bizdən düzgün variant istənilir. Who sleep olmaz. Who sleeps olardı, məsələn. Who does sleep? Mübtədəyə sual verirsə, köməkçi feilinin burada işi yoxdur. Who do you want? Burada mübtədə you'dur. Kimin yatmağını istəyərdin? 1 saatdan çox və mübtədəyə tamamlığa sual veririk deyən köməkçi feil keçib mübtədən əvvələ C variantı doğru cavabdır. Who you want to sleep olmaz. Mübtədə you'dursa cümlə ümumi suala çevrilməlidir. E variantında isə whom does she want to invite to the party to? 2 dənə to verilibdir, lazım deyil. 23-cü testdə bizdən yanlış olan istənilir. Dedik ki, how much did she have to pay? Nə qədər ödəməlidir? Sual sözü gəlib, ardıca did keçib mübtədadan əvvələ. Cost feilinə bir sualı do ilə verə bilirik, bu da doğrudur. Ya da cost feil yoxdursa sadəcə are ilə verə bilərik, is ilə verə bilərik to be feilindən, bu da doğrudur. D variantı yanlışdır, how much book olmaz. Əlbəttə ki, how many books olardı.
Ona görə E variantında isə yenə də cost feilinə biz does'la sual vermişik, doğrudur. 24-cü testdə bizdən yanlış istənilir. Yanlış E variantındadır. Çünki biz sual verərkən köməkçi feili mübtədə əsasən mübtədəyə uyğun keçirdirik ondan əvvələ. Yəni burada England üçüncü şəxsin təkində olduğuna görə are yox, is olmalıydı. Digərlərində why is water pollution? Baxın, water pollution təkdədir deyə islə keçirmişik. B-də mübtədəyə sual vermişik deyə ardıca xəbər gəlibdir. Mübtədəyə sual verəndə köməkçi feil lazım deyil. Have people realized? Yenə də people-a görə have keçib əvvələ. Why sual vermişik. Do mübtədədən əvvələ keçibdir. 25-ci testdə isə doğru cavab D variantıdır. Yanlış sual cümləsi istənilir bizdən. What built the king for his bride olmaz. Çünki burada mübtədəyə sual verilməyibdir. Nə tikir kralı yox. Kral what for nə üçün olacaq və körpünü nə üçün tikir? Mübtədəyə sual verilir, tamamlığa sual vermişik biz. Nə üçün? Deməli, biz köməkçi feili mübtədədən əvvələ keçirməliydik. Burada olmalıydı. Məsələn, did the king build bu formada. A variantı yanlışdır, düzgündür, bağışlayın. Çünki mübtədəyə sual vermişik. Ardıca da xəbər gəlibdir. What is used? Nə istifadə olunur? B variantında why köməkçi feil mübtədədən əvvələ keçibdir. C variantında why gəlib köməkçi feil mübtədədən əvvələ keçibdir. E variantında da what was important mübtədəyə sual vermişik. Ardıca birbaşa xəbər gəlibdir. 26-cı testə baxırıq. Bizdən yanlış istənilir. E variantı yanlışdır. Çünki he mübtəda ikinci tərəfdə she olaraq qarşılıq verilibdir. Let somebody by infinitive, inkardadırsa not by infinitive gəlir. Bu doğrudur. Try not to yenə də infinitivin inkar formasıdır. I think he is ready. Biz bilirik ki, mübtəda I xəbər thinkdirsə, biz budaq cümləyə baxmalıyıq. Və budaq cümlədə əgər dialoq şəklindədirsə, təsdiqə təsdiq, inkara inkar olacaq. Ona görə də he is-dir, is he olaraq qarşılıq verilibdir. D variantında yenə də I think çıxırıq, yerdə qalır you are John və təsdiqdədir, tag question'da inkar götürəcək aren't you. 27-ci testdə düzgün variant istənilir, C variantı olacaq. There aren't there. A variantında have got-a sual have'in özü ilə verilməlidir. B variantında inkardırsa inkar olmalıdır. Çünki bunlar tag question deyil, dialog formasındadır. D-də yenə təsdiqdirsə təsdiq olmalıdır. E-də isə has cooked-dur. Bağışlayan, burada has şey olmalıydı. Sonra keçdik 28-ci suala. Apostrof S burada it is too difficult-dır. Deməli, is it olmalıydı. B variantında has taken, has it doğrudur. D variantında has done, has şey olmalıydı. Be excited to be feilidir, is şey olmalıydı və burada has made-dir, has şey olmalıydı. Yəni apostrof S-in has ya da is olduğunu mütləq doğru müəyyənləşdirmək vacibdir. 29-cu suala gələndə isə cavab C variantıdır. Bizdən yanlış istənir. Çünki burada has gone, has şey olmalıydı. Digərlərində doğrudur. Has listened to, has she. Has cut, has he. Is standing, is he. Burada da is, has. Burada əslində E variantında da səhv var. Çünki has colorful fish burada is deyil. Has'dir. Və has-in özü tək başına işlənirsə düzdür. Informal has-dən istifadə edə bilirik, amma testdə bizə formal lazımdır da. Ona görə də biz burada does it verməliydik. Bu da yanlışdır. 30-cu testdə doğru cavab istənilir bizdən. Doğru cavab B variantı olacaq. Has written, has she. Burada has lost, has she olmalıydı. Burada is nice, be nice of somebody olur. To be feilidir. Is it olmalıydı. Is all da burada is it olmalıydı və is inkardırsa da burada da isn't she olmalıydı. 31-ci testdə isə C variantı doğru cavabdır. A variantında why don't want olmaz. Who don't want yox, who doesn't want olmalıydı. There were verilibsə burada da there'in özündən istifadə etmək lazımdır. D variantında let somebody feil birinci formada gəlməlidir. Burada sonunda S var deyə yanlışdır.
E variantında isə wouldn't you shopping yox. Feilin özü do shoppingdir. Wouldn't you do shopping olmalıydı. Feil verilməyibdir orada. 32-ci testdə E variantı doğru cavabdır. A variantında əmr cümlələri don't close, will you olmalıydı. B variantında cümlənin mübtədası eating a lot of apples-dır və biz burada isn't it verməliydik. C variantında who was the first test written? Kim yazıb deyirəmsə də sadəcə who wrote the first test olmalıydı. Və yaxud da kim tərəfindən yazılıb deyirəmsə də who burada da by olmalıydı. Who was the first test written by? Baxın D variantı who was invited him? Yox, mübtəda burada, tamamlıq burada. Niyə xəbər məchulda olsun ki? Əgər kim tərəfindən, who by kim tərəfindən o dəvət olunub deyirəmsə, o zaman olacaqdı who was he invited to the party by? 33-cü testdə isə B variantı doğru cavabdır. A variantında why köməkçi feil mübtədanın əvvələ keçməlidir. Are they being sent olmalıydı. Burada mübtədəyə sual vermişik deyə ardıca tam xəbər gəlibdir. C variantında köməkçi feil mübtədanın əvvələ keçməlidir. D variantında what has been the parcel? Why has the parcel been? Yəni has mübtədanın əvvələ keçir, been sonra qalmalıdır burada. Ona görə yanlışdır. E variantında isə what haven't yox, hasn't olardı. 34-cü testdə bizdən doğru cavab istənilir. A variantı elə doğru cavabdır. She said that she had already learned. Doğrudur. B variantında yanlış nədir? Köməkçi feillə not ayrı-ayrılıqda keçib mübtədadan əvvələ. C-də no yox, not olmalıydı. Həm no-dan sonra artikel gəlmir. D variantında yenə də was no this method olmaz. Wasn't qısa formada was not olmalıydı. Burada isə were they agree with you. To agree feilin özüdür. To go kimi, to play kimi feildir və biz ona were-lə sual vermirik. Məsələn, don't they olardı. 35-ci testdə isə incorrect, yanlış istənilir. C variantı yanlışdır. Burada to be feil lazım idi. Weren't you. Çünki adjektivdən did işləməz, amma to be feil işlənir. Didn't you achieve doğrudur. Was she not jealous doğrudur. Dedim ki, ya qısa formada wasn't she olacaq, ya da was keçəcək, not qalacaq mübtədadan sonra. Didn't the news shock you. Yenə də feildir. Didlə sual vermişik. Join feilinə də wantla sual vermişik. Hər şey yerindədir. 36-cı testdə isə düzgün variant istənilir bizdən. B variantı düzgündür. A variantında who are you laugh at? Sözünü yoxdur. Sözünü yoxdur deyə götürmürük. What, want you yox. Want, do you want olardı. Köməkçi feil mübtədanın əvvələ keçməlidir. Burada mübtədəyə sual veririk. What is smoking cause yox. What causes yox. Siqaret nəyə səbəb olur? Bağışlayın, tamamlığa sual veririksə də, o zaman cause feilinə biz to be feilinə sual verməyəcəyik də. Məsələn, do ilə, does ilə, did ilə sual verəcəyik. E-də isə nə xərçəngə səbəb olur? Mübtədəyə sual verəndə də köməkçi feilə ehtiyac yoxdur. 37-ci testdə isə yanlış D variantındadır. Çünki who talks to olardı. Digərləri doğrudur. Burada mübtədəyə sual vermişik. Mübtədə xəbər gəlibdir. Yenə də mübtədəyə sual vermişik. Burada tamamlığa sual vermişik deyə köməkçi feil mübtədanın əvvələ keçibdir. E-də yenə tamamlığa sual vermişik deyə köməkçi feil mübtədadan əvvələ keçibdir. 38-ci testdə isə D variantı doğru cavab olacaq. Yəni yanlış istəyir, yanlış dedi. Çünki burada hardly var. Burada inkar verməməlidir, təsdiq verməlidir. Burada inkar var deyə təsdiq götürmüşük. You think baş cümlədir, təsdiqdir, inkar götürmüşük. Shut up əmr cümləsidir, will you olacaq. Nothing cansız törəmələrə itlə qarşılıq verirdik, ona görə digər variantlar doğrudur. 39-cu testdə isə D variantı doğru cavabdır. Yanlış cavabdır, yəni yanlış istəyir bizdən. Burada had və have. Burada had, have, noun olmur axı. Ya have
had olur ya da had olur. Yəni burada birinci had, ikinci have falan olmağını burada da had doğru deyil. Bəlkə də would olardı. O zaman da ikinci tərəfdə would we olardı. Had we yox. Yəni hər bir halda bu yanlışdır. A variantında canlı törəmələrə Z ilə qarşılıq verilir. You think indiki zamanda da don't you olacaq. Will work, won't it olacaq. Çünki this ilə that it ilə əvəzlənməlidir. You will tell da won't you olubdur. 40-cı testdə isə B variantı yanlış olandır. Çünki am't I olmaz, aren't I olar. Let us, shall we doğrudur. You must, mustn't you doğrudur. Somebody canlı törəmədir, didn't say verilməyi doğrudur, Z ilə əvəzlənir. She is, isn't she, bu da doğrudur. 41-ci testdə yanlış istənilir bizdən. Yanlış nə olar? C variantı olar. Çünki how exciting movie it was çıxandan sonra yerdə qalır how'dan sonra isim, bu da olmaz. A variantı əmr cümləsidir, doğrudur. B variantında he is çıxandan sonra whatdan sonra isim gəlib, doğrudur. D variantında why sual sözü yazılıb, sonra cümlə ümumi suala çevrilibdir. Burada ya qısa formada didn't you verərdik, ya da did you not, doğrudur. Və E variantında da he told us çıxandan sonra yerdə qalıb whatdan sonra isim, ismin artiklı da yerindədir. 42-ci testdə isə yanlış olan E variantıdır. Çünki 2 dənə inkar yanaşı gəlibdir. A doğrudur, əmr cümlələrinin inkarı don't-la verilir. B doğrudur, mürəkkəb tamamlıq əmələ gəlibdir. Ask somebody to do something ya da not to do something. Əmr cümlələrinin əvvəlində always istifadə oluna bilir və əmr cümlələrinin tək hissəsi də will you ilə verilir. 43-cü testdə isə yanlış C variantındadır. Çünki quick yox, quickly olardı burada. A variantında you have made-dən sonra gəlibdir what, mess, isimdir, artikılla işlənib. It was çıxandan sonra B variantında how-dan sonra sifət qalıbdır. D variantında that is çıxandan sonra what-dan sonra isim, ismin artikılı əvvəldədir. Eyni qaydada E variantında mübtəda xəbər çıxandan sonra what-dan sonra isim gəlibdir və ismin artikılı da əvvəlindədir. 44-cü testdə isə A variantı doğru cavabdır. I have been çıxdıq, yerdə qaldı isim, ismin artiklı da yerindədir. B variantında he is çıxandan sonra what'dan sonra isim var, amma artiklı yoxdur. Sayılan tək isimdə artiklı yoxdur. C variantında Z artiklı yoxdur. The man is olmalıdır. Cümlədə sayıla bilən tək isim artiklsız işlənməz. D variantında yenə də the man is, burada how handsome olmalıdır, artiklı olmamalıdır. E variantında isə he is çıxandan sonra how-dan sonra isim gəlibdir ki, bu yanlışdır. 45-ci testdə D variantıdır yanlış olan. Çünki who did you invite him yox. Sən kimi dəvət eləmirsən deyəndə himin burada nə işi var? Who did you invite to your house? Sən kimi dəvət eləmirsən? Burada him elə bir sual verib, təzdən cavabını da veribdir. Cümlədə olmaz. Have əvvələ keçib, mübtədadan sual düzəldibdir. Mübtədadan əvvələ keçib, yəni sual cümləsi doğrudur. Why əvvəldə işlənibdir. Köməkçi fe'l mübtədadan əvvələ keçib, doğrudur. Burada cümlənin xəbəri plus deyil, make-dir. C variantında how do you like, necə xoşlayırsan, doğrudur. Did they watch or alternative question'dır. Birinci tərəf ümumi sual formasında olur. 46-cı testdə A variantı yanlışdır. Çünki burada held yox, əmr cümləsi fe'lin birinci formasında hold olmalıydı. Bu əmr cümləsi doğrudur. Be there, orada ol. Xitabdır. Qızlar, özünüz bişirməlisiniz. You must cook. Özünüz bişirməlisiniz. Bişirin desəydi, deməli, qızlar, özünüz bişirməlisiniz. Hə, doğrudur. Burada da əmr cümləsidir, burada da əmr cümləsidir. Please clean your room. Otağınızı siz özünüz təmizləyin. 47-ci testdə D variantıdır cavab. Səhv olan. Çünki play and come olmalıydı burada. Çünki and'in hər iki tərəfi eyni olur. Əmr cümləsidir. Oyna və gəl. Bilirsiniz ki, əmr cümlələrinin inkar forması don't-la düzəlir. Ona görə A da, B də doğrudur. C variantında yenə də əmr cümləsidir. E variantında yenə də əmr cümləsidir.
48-ci testdə doğru cavab A variantıdır. Yəni yanlış A variantıdır. Çünki let somebody feil birinci formada olar, S olmaz. Digərləri doğrudur. Hamısı əmr cümləsidir. Feil birinci formada gəlibdir. 49-cu testdə yanlış istəyir. B variantı yanlışdır. Çünki burada of-dan əvvələ baxacağıq. E və tək isim var. O zaman burada they are yox, it is olmalıydı. How can I ask? Daha yaxşı sual necə soruşa bilərəm? How gəlib, can mübtədadan əvvələ keçib doğrudur. D variantında sonda it is çıxandan sonra what'dan sonra isim var. İsmin artikli yerindədir. D variantında mübtəda xəbəri çıxandan sonra how'dan sonra zərf gəlibdir. E variantında isə yenə də normal bir cümlə quruluşudur. Artikl saçdan sonradır. 50-ci testdə düzgün variant istənilir bizdən. B variantı düzgün cavabdır. A variantında you are, burada isim var. İsmin qarşısında so gəlməz. C variantında what cute couple, what a cute couple olardı. Artikel yoxdur, couple sayıla bilən tək isimdir. D variantında he is verilərdi. Bax burada he is çıxandan sonra yerdə qalacaqdı. What a strange man. E variantında isə Z how'dan sonra yox, ismin yanında gəlməlidir. Keçdik 51-ci testə. 51-ci testdə düzgün variant istənilir. B variantı düzgün cavabdır. A variantında these are çıxandan sonra how'dan sonra yerdə isim qalıbdır. C variantında what a beautiful house it is olmalıdır. Sonunda mübtədanın xəbəri ayırandan sonra yerdə what'dan sonra isim qala bilir. D variantında you are çıxandan sonra person qalıb what'dan sonra artikli yoxdur. What a strange person olmalıydı. E variantında isə the building is artikli yoxdur. D artikli yoxdur. The building is, this building is olmalıdır. 52-ci testdə isə B variantı doğru cavabdır. Baxın, 52-də bizdən doğru cavab istənilir. B variantı doğrudur. Amma səhv eləmirəmsə, burada cavab olaraq C verilmişdi. Amma B də doğrudur. It is mübtəda xəbər çıxandan sonra yerdə what'dan sonra isim qalıbdır. Əla. İsim də nonsense sayıla bilməyən isimdir deyən artikla da gərək yoxdur. B doğrudur. Cavabda da A-ya baxaq. A-da it is çıxandan sonra what'dan sonra use qalıbdır. Burada views cəmdədir, it is yox, they are olmalıydı. Ona görə səhvdir. They are. C variantında are you coming back or yəni ikinci tərəfdə təzədən bir də are you olmayacaq. Are you coming back or staying overnight bu formada olmalıydı. D variantında isə do you know tamamlıq budaq cümləsində köməkçi fe'l mübtədanın əvvələ keçmir. Normal söz cümlə quruluşu olmalıdır, söz sırası olmalıdır. E variantında could you tell me when to go there at 5 o'clock? Həm sualı verir, həm cavabı veribdir. Olmaz. Cümlədə sual verirsə, təzədən o sözü biz təkrarlamırıq da, düzdürmü? 53-cü testdə düzgün variant istənilir. C variantı düzgün variantdır. A variantında we need to know what are the rules. Yox, what the rules are. Nəqli cümlədə olduğu kimi. Where Queen Street is. Ondan sonra D variantında has finisheddir. Burada hasn't şey olmalıydı. E variantında isə canlı törəmələrə Z ilə qarşılıq verməliydik. 54-cü testdə adverbial clause of concession, yəni ziddiyyət budaq cümlə istənilir bizdən. B variantı ziddiyyətdir, also var. A variantında təyin budaq cümləsidir. Mən sözünü təyin eləmək üçün relative clause gəlibdir yanında. C variantında the ball that belongs to us, yenə də özündən əvvəl gələn ismi təyin eləmək üçün budaq cümlə relative clause-dur. D variantında until zaman budaq cümləsi əmələ gətirir. E variantında isə until yenə də zaman budaq cümləsi əmələ gətirir. 55-ci testdə isə bizdən adverbial clause of time olmasın deyir. Yəni zaman budaq cümləsi olmasın. After'dən sonra gəlir zaman budaq cümləsidir. When she invited so many guests is completely unknown. Nədir? Bilinmir. Nə?
Bu qədər çox qonağı nə vaxt dəvət etdiyi. Bu mübtəda budaq cümləsi. Cavab B variantıdır. C variantında I stopped, dayandırdım Santa Clausa inanmağı. Nə vaxt, nə zaman? Sual zaman budaq cümləsidir. As soon as zaten zaman budaq cümləsidir. E variantında yenə də məni görəndə əl elədi. Nə vaxt, nə zaman? Zaman budaq cümləsidir. 56-cı testdə təyin budaq cümləsi istənilir bizdən. Cavabımız B variantı olacaq. I remember, xatırlayıram nəyi? Günü. Görürsünüz, əgər burada gün sözü olmasaydı, sadəcə I remember when he was born olsaydı, bu olacaqdı tamamlıq budaq cümləsi. Xatırlayıram nəyi? Onun nə vaxt doğulduğunu. Amma burada tamamlıq yerindədir deyə həmin günü xatırlayıram. Sonra deyirəm hansı günü? Dey sözünü təyin eləmək üçün burada cümlə gəlibdir. Bu olur təyin budaq cümləsi. A variantında do you know, bilirsənmi? Nəyi? Görürsünüz, nəyi sualını verirəm. Birbaşa budaq cümləni alıram. C variantında was going to start. Bu ümumiyyətlə burada təyin budaq cümləsi yoxdur. D variantında ondan soruşdum nəyi? Nəyi? Yenə tamamlıq budaq cümləsidir. İşə nə vaxt başlamağı planlaşdırdığını. E variantında when is it okay to hug someone waiting for you? When? Hə, cümlənin zamanına sual verilib də. Yəni nə vaxt? When is it okay? Nə vaxt okeydir? Sual sözü gəlib, ardıca köməkçi fe'l nöqtədən əvvələ keçibdir. Normal sadə bir cümlədir. 57-ci testdə isə C variantı doğru cavab olacaq. Zaman budaq cümləsi istəyir bizdən. When gəlibdir. A variantında he didn't guess. Nəyi? Tamamlıq budaq cümləsidir. B variantında itlə başlayıbsa, when-lə olan cümləni gətirib itin yerinə qoyanda ardıca is important xəbər yerində qalır deyə bu olur mübtəda budaq cümləsi. Belə çeviririk də. When you have had enough to drink is important to know. Bunu necə seçəcəksiniz müəllimlər? Mən öz müəllimlərimə hər zaman deyirəm, necə seçirik? Əgər baxırsınız burada iti atıb budaq cümləni yerinə gətirib qoya bilirsinizsə də, deməli bu mübtəda budaq cümləsidir. Qoya bilmirsinizsə, deməli bağışlayın xəbər budaq cümləsidir. Həmçinin də burada xəbər tam olmalıdır. Əgər to be üstəgəl isim, sifət verilibdirsə, deməli mübtəda budaq cümləsidir ya da tam xəbər varsa da. Yox, sadəcə bağlayıcı fe'l ardıca budaq cümlə gəlibdirsə, deməli bu xəbər budaq cümləsidir. D variantında is okay for me, mənim üçün okeydir. Nə? Whenever you want to meet, nə vaxt görüşmək istəsən, mübtəda budaq cümləsidir. E variantında when, okay, E variantı zaman budaq cümləsinə oxşuyur, amma budaq cümlə yoxdur burada. Baxın, when-dən sonra mübtəda xəbər yoxdur, ing var. Yəni bu sadə cümlədir, mürəkkəb cümlə ümumiyyətlə deyil, redaction olunubdur. 58-ci testdə isə A variantı doğru cavab olacaq. Tamamlıq budaq cümləsi istəyir. She claims, iddia elədi. Nəyi? Bax, bu tamamlıq budaq cümləsidir. B variantında was-dən sonra, bağlayıcı fe'ldən sonra budaq cümlə gəlib, olub xəbər budaq cümləsi. C variantında there are some days, hansı günlər, təyin budaq cümləsidir. I couldn't remember the day, həmin günü xatırlaya bilmirəm. Hansı günü, təyin budaq cümləsidir. To work, why does she always drive to work? Nə vaxt, nə zaman? When she could easily, zaman budaq cümləsidir. Gəldi 59-cu testdə bizdən zaman budaq cümləsi istəyir. A variantıdır. B variantında when-dən sonra ixtisar gedibdir. Baxın, mübtəda xəbəri yoxdur. Mübtəda xəbəri yoxdursa, deməli budaq cümlə də yoxdur. C variantında afterdən sonra ing gəlib. Cümlə yoxdur. Ümumiyyətlə bu sadə cümlədir. Eləcə də D variantında, eləcə də E variantında. Cümlə yoxdursa, deməli sadə cümlədir, mürəkkəb cümlə deyil. 60-cı testdə isə without deyir yenə də zaman budaq cümləsi olmasın. A variantıdır. Çünki budaq cümlə yoxdur. What do those letters after your name mean? Və buradakı after your name letter sözünü təyin edibdir. Those letters. What do those letters mean? Hansı letters? After your name. Sənin adından sonraki hərflər. Burada yəni zaman budaq cümləsi yoxdur. B variantında afterdən sonra cümlə gəlibdir, zaman budaq cümləsidir. C variantında eyni qaydada, D variantında before'dan sonra cümlə gəlib, zaman budaq cümləsidir. E variantında when-dən sonra cümlə gəlib, zaman budaq cümləsidir. Hadisə köçdülər. Nə vaxt, nə zaman? Yəni əgər xəbərdən birbaşa nə vaxt, nə zaman sualını veririk, budaq cümləni alırıqsa, bu olur tamamlıq budaq cümləsi. 61-də zaman budaq
Bağışlayın, nə dedim mən yuxarıda bircə dəqiqə? Dedim ki, əgər biz xəbərdən birbaşa nə vaxt sualını veririk və budaq cümləni alırıqsa, bu zərflik budaq cümləsidir, zaman zərfliyi budaq cümləsidir. Deyəsən tamamlıq dedim. 61-ci testdə isə A variantı doğrudur. Zaman budaq cümləsidir. Before you go. B variantında before-dan sonra ixtisar gedibdir. C variantında before-dan sonra söz birləşməsi gəlibdir. Burada yenə ing var. E variantında yenə də ing var da bunlar budaq cümlə hesab olunmurlar. Bunlar sadə cümlədirlər. 62-ci testdə cavab E variantı olacaq. Bizdən səbəb budaq cümləsi istəyir. As, görə kimi tərcümə edirik. Gecikdiyimə görə qərara gəldim ki, it was getting late, yəni gec olduğuna görə qərara gəldim ki, evə gedim. A variantında as bilirsiniz ki, while-a bərabərdirsə də nə olur? Zaman budaq cümləsi olur. Yəni burada I was leaving, getdiyimə görə telefon zəng etdi demirəm. Gedərkən, evdən çıxarkən telefon zəng etdi. Zaman budaq cümləsidir. Sonra B variantında gözlədiyim kimi müqayisədir, comparison. As much as I do, I don't play football as much as I do. Yenə də bu səbəb budaq cümləsi deyil, qədər kimi tərcümə edəcək, elədiyim qədər. D variantında hər kəsin bildiyi kimi necə nə cür manner budaq cümləsidir bu. 63-cü testdə təyin budaq cümləsi istəyir bizdən. D variantında təyin budaq cümləsi var. Artist sözünü bu ilə təyin eləmişik. A variantında tamamlıq budaq cümləsidir. Admitted that nəyi, fikrini dəyişdiyini. Knew that bilirdi nəyi, Eminin xəstə olduğunu. Also bilirsiniz ki, concession'da ziddiyyət budaq cümləsi əmələ gətirir. E variantında isə gallery intends to buy more pictures painted. Əgər burada which were painted olsaydı təyin budaq cümləsi idi. Amma burada ixtisar gedib sadəcə past participle qalıbdır ki, bu təyin budaq cümləsi deyil. Çünki ümumiyyətlə budaq cümləsi deyil. 64-cü testdə bizdən condition, yəni şərt budaq cümləsi olan cümlə istəyir, variant istəyir. Baxaq, hardadır şərt budaq cümləsi. E variantındadır. Unless bərabərdir if nota. Və unless bilirsiniz ki, nədir? Şərt bağlayıcısıdır. A variantında even some people who have teeth təyin budaq cümləsidir. B variantında when Jessica appeared, I saw immediately that something was wrong. Nə vaxt, nə zaman Jessica gələndə. Bu da oldu zaman budaq cümləsi. C variantında because səbəb budaq cümləsidir. E variantında soruşacam. When she gets here. Nə vaxt, nə zaman soruşacam. O burada olanda yenə də zaman budaq cümləsidir. 65-ci testdə zaman budaq cümləsi istənilir bizdən. Cavab E variantıdır. Otağa daxil olanda onu siqaret çəkərkən tutdum. A variantında ümumiyyətlə afterdən sonra ixtisar gedibdir. Bu mürəkkəb cümlə deyil. Burada clause yoxdur. Eləcə də B variantında, eləcə də C variantında knowing that they are away, he decided to wait. Burada görə kimi tərcümə olunubdur. Zaman deyil. Onların deməli uzaqda olduğunu bildiyinə görə o qərara gəldi ki, neynəsin? Gözləsin. D variantında will help you, sənə kömək eləyəcək. Nə? Doing morning exercise, səhər idmanını etmək. Bu nədir? Mübtada yerində işlənibdir. Amma budaq cümlə deyil, mübtada budaq cümləsi deyil. Çünki mübtada xəbər yoxdur. Bu sadəcə olaraq gerund tərkibi ilə verilibdir. 66-cı testdə bizdən result, nəticə budaq cümləsi istənilir. Gəlin bir baxaq. A variantında he wanted to know, bilmək istəyirdi. Nəyi? Tamamlıq budaq cümləsidir. B variantında so nəticə bildirir. Amma adverbial clause of result deyil. Yəni bu adverbial clause of result o deməkdir ki, zərflik budaq cümləsi, dependent clause, zərflik budaq cümləsidir. Amma bu zərflik budaq cümləsi deyil. Çünki so coordinating conjunction'dır. Coordinating conjunction'lar isə
dependent clause deyil, 2 dənə independent clause olur. Yəni bu cümlə complex sentence deyil ümumiyyətlə. Bu cümlə compound sentencedir. B variantındakı sonun result mənası var, nəticə bildirir. Amma adverbial clause of result deyil. Cavab B verilibdir, amma səhvdir bu. C variantında ümumiyyətlə find out nəyi, nə zaman gələcəklərini, bu tamamlıq budaq cümləsidir. D variantında əgər bilsə, işləyəcək şərt budaq cümləsidir. E variantında soruşdu nəyi, əvvəllər orada olub olmadığımı, tamamlıq budaq cümləsidir. Yəni digər variantlar zaten uyğun deyil. Cavabı B götürdülər. Amma B-də adverbial clause of result deyil. Çünki bu tabellik bağlayıcısı deyil. Coordinating conjunction'dır və compound sentence əmələ gətiribdir. 2 dənə independent clause var burada. Ona görə bu testdə doğru cavab yoxdur ümumiyyətlə. 67-ci testə baxsaq cavabımız E variantı olacaq. Concession ziddiyyət deməkdir. Even if şərt deyil. Even if ziddiyyətdir. Hətta əgər pıçıldasan da. Ona görə də bu nədir? Ziddiyyətdir. A variantında if şərt budaq cümləsidir. B variantında təyin budaq cümləsidir. Who ilə başlayıb təyin edibdir. C variantında before'dan sonra zaman budaq cümləsidir. D variantında isə believe, inandı, nəyə inandı, tamamlıq budaq cümləsidir. 68-ci testdə adverbial clause of reason, səbəb budaq cümləsi, since burada səbəb bildirir. Sən deyir, indiyə kimi olan heç bir canlıya, yaratığa bənzəmirsən deyə, bənzəmədiyinə görə müqayisə edilməzsən. Yəni, burada nə kimi tərcümə elədiksiniz, səbəb kimi, görə kimi tərcümə elədik. Necə seçəcəyik? Birincisi, əgər zaman bağlayıcısı olsa, sincedən sonra keçmiş zaman, digər tərəfdən də ki, bitmiş zaman gələrdi. Yəni, quruluşa diqqət eləməli idik. İkincisi də ki, mənaya diqqət eləməli idik. B variantında bu birinci növ şərt budaq cümləsidir. C variantında so he also... He was born in France, so he also has a French passport. Bu yenə də ümumiyyətlə mürəkkəb cümlədir. Yəni compound sentence, coordinating conjunction'dır bu. Complex sentence deyil. D variantında so zət yanaşı gəlirsə məqsəd bildirir. Purpose budaq cümlədir. E variantında isə yenə də nəticə bildirən, amma budaq cümlə deyil. Yəni coordinating conjunction'dır, compound sentence əmələ gətiribdir. Gəldik 69-cu testə. 69-da cavab E variantı olacaq. Object tamamlıq budaq cümlə istənilir bizdən. She asked me, məndən soruşdu nəyi, niyə elə erkən getdiyimi. A variantında he lowered his voice so no one would hear. He lowered, səsini aşağı saldı, beləliklə də heç kim onu eşidə bilmədi. Burada so yenə də tamamlıq budaq cümləsi əmələ gətirmir, compound sentencedir. Xəritə alacam, məqsəd bildirir, so that, plan qurmaq üçün. C variantında for so long before, before burada zaman budaq cümləsidir. D variantında isə the reason why təyin budaq cümləsidir. Attributive clause olmasın, təyin budaq cümləsi olmasın deyir 70-ci testdə. Elə A variantıdır. Wherever you see a rainbow, a rain shower has been recent. Hər hardakı deyir, görürsən, göy qurşağı görürsən, deməli yenicə yağış yağıbdır. Sonra B variantında lady who təyin edibdir, book zət təyin edibdir. School sözünü where ilə təyin eləmişik. Moment sözünü isə when ilə təyin eləmişik. 71-ci testdə yenə də təyin budaq cümləsi olmasın deyə soruşur bizdən. Cavab E variantıdır. While I have to leave while was playing chess. Burada həm təyin budaq cümləsi yoxdur, həm də ki, heç zaman da uzlaşmayıbdır. Had to olmalıydı burada. Had to olsa düz olardı. Oynayarkən mən getməli oldum. A variantında reason sözünü why ilə təyin eləmişik. B variantında bird sözünü zətlə təyin eləmişik budaq cümlə ilə. C variantında cat sözünü təyin eləmişik. E variantında isə boy, whose təyin olunubdur. Təyin budaq cümləsidir hamısı.
72-ci testdə isə attributive clause təyin budaq cümləsi olan variantı istənilir. Cavab B variantıdır. Pizzanı təyin eləmişik. A variantında call me, mənə zəng et, nə vaxt, nə zaman, evə çatanda zaman budaq cümləsidir. C variantında if şərt budaq cümləsidir. D variantında after zaman budaq cümləsidir. E variantında since baxmaq lazımdır. Why don't you break your bike? Since you are coming over anyway. Gəldiyinə görə burada nədir? Səbəb bildirəcək. Üçüncü testdə isə subject clause, yəni mübtəda budaq cümləsi istənilir bizdən. Mübtəda budaq cümləsi. Görək, hardadır mübtəda budaq cümləsi? Also, ziddiyyət budaq cümləsidir. Mübtəda deyil, zərfli budaq cümləsidir. Whenever they eat at the restaurant, yəni hər nə vaxt yeyirlərsə, nə vaxt, nə zaman, bu zaman budaq cümləsidir. Adverbial clause-dur. He will be able to maintain a healthy weight if he keeps. Şərt budaq cümləsidir. Before zaman budaq cümləsidir. Bizdən nə istəyirdi? Bizdən mübtəda budaq cümləsi istəyirdi ki, E variantındadır. Is responsible cümlənin xəbəridir. Kim? Whoever signs the lease. Kim ki müqaviləni imzaladı, o məsuliyyətlidir. Responsible. 74-cü testdə isə A variantı doğru cavabdır. Təyin budaq cümləsidir. Kid, hansı kid? Burada who ilə başlayıb təyin budaq cümləsi işlənibdir. Stomach, whenever I overeat. Nə vaxt, nə zaman mənim mədə ağrım olur, nə vaxt, nə zaman, hər nə vaxt çox yeyirəmsə, zaman budaq cümləsidir. Afterdən sonra zaman budaq cümləsidir. Eyni qaydada D variantında. E variantında isə no one knew, heç kim bilmir nəyi, bu da tamamlıq budaq cümləsidir. 75-ci testə gələndə isə bizdən nə istəyir? Attributive clause olmasın deyir. Attributive clause, bax burada görürsünüz, novel, hansı novel? Təyin budaq cümləsidir. Ceremony sözünü which ilə təyin eləmişik. Arthur'u whose ilə təyin eləmişik. D variantında a vacation is bağlayıcı feildən sonra gələn budaq cümlə, xəbər budaq cümləsidir bu. E variantında da mən sözünü who ilə təyin eləmişik. 76-cı testdə isə E variantı doğru cavabdır. Attributive clause olmasın deyir. Təyin budaq cümləsi olmasın. Give it to, to-dan sonra gələn sözünlü tamamlıq budaq cümləsidir. Ver. Kimə ver? Hər kim ki ilk gələcək ona ver. A variantında isimdən sonra gəlib onu təyin eləyib. B variantında people sözündən sonra gəlib onu təyin eləyib. C variantında person sözündən sonra gəlib onu təyin eləyib. D variantında isə husband sözündən sonra gəlib onu təyin eləyən təyin budaq cümləsi var. Və 77-ci testdə isə A variantıdır. Object clause, tamamlıq budaq cümləsi istəyir bizdən. Bizə dedi, nəyi dedi? They gave the money to the people presented the winning ticket. Burada təyin budaq cümləsi olub, ixtisar gedibdir, past participle'dır. Yox, bircə dəqiqə diqqətlə baxaq. To give the money to the people presented the winning ticket. Presented yox, presenting olmalıydı. Təqdim edən, qalibiyyət biletini təqdim edən insanlara sadəcə ixtisar düzgün getməyibdir. If it rains, əgər yağış yağsa, bağla, şərt budaq cümləsidir. Driver whose car, bu da təyin budaq cümləsidir. Afterdən sonra gələn isə zaman budaq cümləsidir. 78-ci testdə bizdən compound sentence istəyir. Compound sentence. Without compound sentence olmasın. Compound sentence olmasın. A variantıdır. Çünki while'dan sonra ixtisar gedibdir. Testin şərti səhvdir burada. Compound yox, kompleks olmalıydı. Çünki bax, compound sentence olmasın deyir. A-da ümumiyyətlə mürəkkəb cümlə deyil. B variantında before'dan sonra gələn kompleks sentencedir. Compound deyil. Since-dən başlayan kompleks sentencedir. Bu da kompleks sentencedir. Bu da kompleks sentencedir. Yəni burada bizə ya compound deyəndə bəlkə də composite nəzərdə tutublar, mürəkkəb cümlə. Amma bilirsiniz ki, compound sentence coordinating conjunctionlarla bağlanır. Yəni burada testin şərtində səhv var. Yəni burada ya ümumi composite deməli idi, yəni mürəkkəb cümlə, ya da ki kompleks deməli idi, yəni tabeli mürəkkəb cümlə. Compound burada düzgün deyil. 79-cu testdə without object clause, yəni tamamlıq budaq cümləsi olmasın deyir. Cavab E variantıdır. Mən sözünü təyin eləmişik. A variantında dedi. Nəyi dedi? Tamamlıq budaq cümləsidir. Razılaşdı. Tamamlıq budaq cümləsidir. Xəbərdən sonra tamamlıq gəlir.
Believe, inandı, nəyə? Tamamlıq budaq cümləsidir. Etiraf elədi, nəyi? Tamamlıq budaq cümləsidir. 80-ci testdə isə attributive clause, yəni təyin budaq cümləsi olmasın deyir. C variantında yoxdur zaten. Landra sözünü, çünki biz when ilə təyin edə bilmərik. When ilə biz zaman bildirən sözləri təyin edə bilərik. A variantında song sözünü zətlə təyin eləmişik. B variantında building zətlə təyin eləmişik. Salesman-i xu ilə təyin eləmişik. Lecturer yenə də xu ilə təyin eləmişik. Davam edirik 81-ci testlə. Yenə də attributive clause olmasın deyə soruşur. Yəni təyin budaq cümləsi olmasın. Cavab D variantıdır. It's claimed that it ilə başlayıbsa bu ya mübtəda ya xəbər budaq cümləsidir. Və it is claimed iddia olunur. Deməli, bu mübtəda budaq cümləsidir. İti atıb budaq cümləni gətirib qoyacaq itin yerinə. A variantında members sözü with whom-la təyin olunubdur. B-də house, whose roof verilib doğrudur. Whose bilirsiniz ki, həm canlı, həm cansız isimləri təyin edə bilir. C variantında yer bildirən sözü where ilə təyin eləmişik. E variantında isə gün bildirən, zaman bildirən sözü which ilə təyin ediblər. Okay. Niyə burada which ilə təyin olub? Çünki ardıca xəbər gəlibdir. When olsa xəbər gəlməz də ardıca. 82-ci testdə isə tamamlıq budaq cümləsi istənilir bizdən. A variantında to of whom bu təyin budaq cümləsidir. Sonra sözünü təyin edibdir. B variantında izah elədi nəyi? Tamamlıq budaq cümləsidir. B variantı doğru cavab olacaq. Digərlərinin də növünə baxaq. Hər hara getsən səni tapacam. Səni izləyəcəm. Harada? Hər hara getsən orada. Yer budaq cümləsidir. Hər nə eləsən də səni sevəcəm. Ziddiyyət budaq cümləsidir. Whoever wants to practice must wear. Uniforma geyinməlidir. Kim ki iştirak eləmək istəyir, mübtəda budaq cümləsidir. 83-cü testdə isə object clause olmasın deyir. Tamamlıq budaq cümləsi olmasın. Cavab D variantıdır. I know that. Bilirəm ki, bircə dəqiqə gözlün, yox, burada nəsə yolunda deyil. D deyil. D-də çünki tamamlıq budaq cümləsi var. Gəlin baxaq. Dedi. Nəyi dedi? Tamamlıq budaq cümləsidir. I know, bilirəm. Nəyi? Where he lives. Onun harada yaşadığım tamamlıq budaq cümləsidir. I didn't go to the office. Ofisə getməyəcəm. Niyə? As I was ill. Xəstə olduğuma görə. Bu tamamlıq budaq cümləsi deyil. Bu səbəb budaq cümləsidir. D variantı bilirəm nəyi tamamlıq budaq cümləsidir. E-də o bilmir nəyi. Bu da yenə tamamlıq budaq cümləsidir. 84-cü testlə davam edəcək. Bizdən mübtəda budaq cümləsi istəyir. Gəlin baxaq. Burada mübtədanın yerində boy sözü var. Yəni, mübtəda yerindədir də. Bu niyə mübtəda budaq cümləsi olsun ki? Yeyə bilər nəyi tamamlıq budaq cümləsidir. Burada yenə mübtəda oğlandır. Everything, hansı everything? Təyin budaq cümləsidir. C variantında is in trouble cümlənin xəbəridir. Whoever gave the dog, itə kimin popcorn verdiyi? Nə? İtə kimin popcorn verdiyi? Cavab C variantıdır. Mübtəda budaq cümləsidir. Until zaman budaq cümləsidir. Yeyə bilər nəyi? Bu da tamamlıq budaq cümləsidir. Hər nə yemək istəyirsə onu. Gəldik 85-ci testə. 85-ci testdə doğru cavab B variantı olacaq. Compound sentence olmasın deyir. Burada yenə də sadə cümlədir. Bir mübtəda, bir dənə də xəbər var. Baxın, yenə də şərti səhv veriblər. Compound olmamalıdır burada. Ya burada demək istəyiblər ki, composite, yəni mürəkkəb, ümumiyyətlə mürəkkəb cümlə soruşur sizdən, ya da kompleks soruşur, bilmirəm. Amma compound deyil, yəni bunu səhv bilirlər. Afterdən sonra gələn zaman budaq cümləsi mürəkkəb cümlədir. C variantında as-dən sonra, yəni 2 dənə cümlə var C-də, mürəkkəb cümlədir. D variantında find the rabbit, yenə də where və ardıca 2 dənə cümlə gəlibdir burada. Mürəkkəb cümlədir. E variantı yenə də mürəkkəb cümlədir. Bir dənə B variantı sadə cümlədir. 86-cı testdə adverbial clause of concession ziddiyyət budaq cümləsi istənilir bizdən. D variantı olacaq. Even though ziddiyyət bildirir. A variantına baxırıq. As ziddiyyət bildirmir. B variantına baxacağıq. So ümumiyyətlə compound sentence əmələ gətirir. C variantında yenə də as he wanted to improve görə səbəb bildirir burada.
Sonra E variantında so that məqsəd bildirir. Ciddiyyət bildirən even so-dur. 87-ci testdə adverbial clause of result nəticə bildirən deməli budaq cümlə istəyir bizdən. A variantında had to be postponed on bu ümumiyyətlə sadə cümlədir. B variantında wherever you want to live hər harda yaşamaq istəyirsənsə də hara, hər harda yaşamaq istəyirsənsə ora yer budaq cümləsidir. C variantında that the plants might be ready in time worked day and night that the plants might be ready in time. Burada that yox, so that olsa məncə daha doğru olardı. So that məqsəd bildirir. Amma hər nədirsə də, yəni result deyil də, nəticə deyil. So that burada yanaşı gəlsəydi belə, bu olacaqdı məqsəd. Amma D variantı nəticədir. Baxın, such, that. Ya such isim zət, ya da so sifət zət. Bunların ikisi də məqsəd olur. E variantında da o da that nəyi, bu tamamlıq budaq cümləsidir. 88-ci testdə bizdən predicative clause, yəni nə xəbər budaq cümləsi istəyir. Xəbər budaq cümləsini harda axtarırsınız? Bağlayıcı feildən sonra. Bax, görürsünüz C variantında bağlayıcı feildən sonra xəbər budaq cümləsi gəlibdir. Can you tell us? Deyə bilərsən nəyi? Bu tamamlıq budaq cümləsidir. About soruşdum. Söz öndən sonra gəlibsə söz önlü tamamlıq budaq cümləsidir. D variantında increase our knowledge, biliyimizi artırır. Nə? Whatever we study, nə oxuyuruqsa o. Mübtəda budaq cümləsidir. Mən indi dərk elədim, başa düşdüm. Nəyi? Tamamlıq budaq cümləsidir. 89-cu testdə mübtəda budaq cümləsi istəyir. Mübtəda budaq cümləsini harda alırıq? Mübtədanın yerində. Mübtədanın yerində harda var? A variantında. Determines your body size, sənin bədən ölçünü müəyyənləşdirir. Nə? What you eat, nə yeyirsənsə o. Bu mübtəda budaq cümləsidir. I buy, alıram. Nəyi? Nəyə ehtiyacın varsa onu tamamlıq budaq cümləsidir. Child sözünü hu ilə təyin eləmişik, təyin budaq cümləsidir. People sözünü hu ilə təyin eləmişik, təyin budaq cümləsidir və movie sözünü bu ilə təyin eləmişik, təyin budaq cümləsidir. 90-cı testdə yenə də A variantı təyin budaq cümləsi istəyir bizdən. Car sözünü bu ilə təyin eləmişik. Before zaman budaq cümləsi əmələ gətirir. Call me, zəng et mənə, nə vaxt, nə zaman, köməyə ehtiyacın olanda zaman budaq cümləsidir. Unless şərt budaq cümləsidir. E variantında as long as isə müddətcə kimi tərcümə eləyəcək burada. As long as bilirsiniz, zaman da əmələ gətirə bilir, şərt də əmələ gətirə bilir. Burada məncə think positive, pozitiv düşündüyün burada əslində şərt də ola bilər. Yəni, pozitiv düşünməyin şərti ilə xoşbəxt yaşayacaqsan və yaxud da müddətcə də demək olar. Pozitiv düşündüyün müddətcə xoşbəxt yaşayırsan. Amma məncə şərtə daha uyğun gəlir təqdirdə. Pozitiv düşünməyin təqdirdə xoşbəxt yaşayırsan. 91-də predicative clause, yəni xəbər budaq cümləsi istəyir. Dedik, harda axtarırıq? Bağlayıcı feildən sonra axtarmalıyıq. Harda var bağlayıcı feildən sonra? Bax, C variantında. Life is, izdən sonra budaq cümlə gəlibdə olub xəbər budaq cümləsi. A variantında while the cat's away, the mice will play. Bu zaman budaq cümləsidir. Pişik uzaqda olanda siçanlar oynayacaq. Unless, if not, şərt budaq cümləsidir. Till zaman budaq cümləsidir. Before zaman budaq cümləsidir. 92-ci testdə isə bizdən zaman budaq cümləsi istəyir. Cavab B variantı olacaq. As long as burada da zaman kimi götürülübdür. Yəni, everything is funny as long as it's happening to somebody else. Yəni, başqasının başına gəldiyi müddətcə hər şey gülməlidir. Bunu biz müharibə vaxtı çox eşidirdik şəhidlərlə bağlı ki, bir Azərbaycanda belə bir məsəl var, halva sənin evində bişmirsə, İraq olsun, halva sənin evində bişmirsə, şirin dadır. Yəni, həmin məsələ uyğun gəlir. Nəsə bir şey bizim başımıza gəlmirsə, kənardan əyləncəli görünə bilir. A variantında şərt budaq cümləsidir. If you don't know where you are going, any road will get you there. Aha, əgər bilmirsənsə, istənilən yol səni aparacaq. C variantında yenə də şərt budaq cümləsidir. D variantında səbəb budaq cümləsidir. E variantında provided that, providing that, bunların hamısı şərt budaq cümləsini əmələ gətirir.
93-cü testdə predicative clause olmasın, yəni xəbər budaq cümləsi olmasın deyir. Cavab D variantıdır. Is under question sual altındadır. Nə? Eləyə biləcək, yoxsa yox. Mübtəda budaq cümləsidir. Amma A-da to be feilindən sonra gəlibdir, xəbər budaq cümləsidir. B-də that mübtədadır, is bağlayıcı feildir. Bağlayıcı feildən sonra gəlibdir, xəbər budaq cümləsidir. The fact mübtədadır, was xəbərdir. Xəbərdən sonra gəlibsə, bağlayıcı feildən sonra gəlibsə, xəbər budaq cümləsidir. Eləcə D variantında bağlayıcı feildən sonra gəlibsə, xəbər budaq cümləsidir. 94-cü testdə tamamlıq budaq cümləsi istəyir. E variantıdır. Mənə denən nəyi? A variantında mübtəda budaq cümləsidir. Mübtədanın yerindədir. Bax, bu bağlayıcı feil. Bağlayıcı feildən əvvəl mübtədanın yerindədir. You can live your life how you want. Necə, nə cür, necə istəyirsənsə. Bu tamamlıq deyil. Necə sualına cavab verir. Those is the only person təyin budaq cümləsidir. Xu ilə təyin edibdir. I don't know, bilmirəm nəyi. How to send an email. D variantı sizi çaşdıra bilər, amma budaq cümlə yoxdur. How-dan sonra infinitiv formasında ixtisar gedibdir. İki dənə cümlə olmadığına görə düzdür, zərflik yerindədir, amma budaq cümlə deyil. Yəni mübtəda xəbər yoxdur ondan sonra, ona görə onu götürə bilmirik. 95-ci testdə bizdən şərt budaq cümləsi istənilir, düzdürmü? Condition, şərt istənilir. Şərt if that's how you want it, cut your hair. B variantıdır. Necə, əgər istəyirsənsə, kəs saçını, yəni necə istəyirsənsə, elə kəs. A variantında, yəni əgər bu sənin istədiyindirsə, kəsə bilərsən saçını. A variantında how did she react when, how did she react, necə reaksiya bilər, nə vaxt, nə zaman, when-dən sonra gələn zaman budaq cümləsidir. I hate, nifrət edirəm, xoşlamıram, nəyi, tamamlıq budaq cümləsidir. I wonder, bilmək istəyirəm, nəyi, tamamlıq budaq cümləsidir. I soon realized, tezliklə başa düşdüm, nəyi, bu da yenə tamamlıq budaq cümləsidir. 96-cı testdə təyin budaq cümləsi istənilir bizdən, cavab D variantı olacaq. Remember, nəyi, that time, həmin vaxtı, hansı vaxtı? We all went to the lake, hamımızın gölə getdiyimiz vaxtı, nisbə vəzli ixtisar olunubdur. When we all went to the lake, ya və yaxud da ixtisar olunub, sadəcə we all went verilibdir, doğrudur. A variantında I remember, xatırlayıram, nəyi, tamamlıq budaq cümləsidir. It is strange how, qəribədir. It isn't strange, itlə başlayıbdır. Is strange, mübtəda budaq cümləsidir. Çünki gətirib itin yerinə qoya bilirik biz bunu. Məsələn, how no one ever mentions his name nowadays isn't strange. Mübtəda budaq cümləsi çox gözəl də alınır. C variantında do you know, tanıyırsan, bilirsən kimi? Who that woman in the blue dress is? Kim olduğunu, tamamlıq budaq cümləsi. Do you know, bilirsənmi? Nəyi bilirsənmi? Baxın, burada that işarə vəzliyidir. Nisbə vəzlik deyil. That woman, who is that woman in the blue dress? Mavi dondakı qadının kim olduğunu. E variantında isə believe, inanır. Nəyi sualını veririk, nəyə sualını veririk? Tamamlıq budaq cümləsini alırıq. 97-ci testdə yenə də tamamlıq budaq cümləsi istənilir bizdən. Cavab E variantıdır. Nə üçün, nəyə görə, niyə? A variantında all the details were in that letter the boss sent. Letter, hansı letter? The boss sent. Which the boss sent. Təyin budaq cümləsidir. B variantında those who ilə təyin olunub, təyin budaq cümləsidir. Suggestions that ilə təyin olunubdur. It was surprising that, bu isə mübtəda budaq cümləsidir. İtə atacağıq, tam xəbər var burada. Deyəcək ki, that no one had warned them of the danger was surprising. 98-ci testdə tamamlıq budaq cümləsi istəyir. E variantıdır. He always does. Həmişə edir. Nəyi edir? Anasının ona dediyini edir. Tamamlıq budaq cümləsidir. Unless şərtdir. Burada da unless şərtdir. Burada da unless şərtdir. Burada da unless şərtdir. If nota bərabərdir. Doxsan doqquzuncu testdə isə
B variantı olacaq. Zaman istəyir bizdən. Whenever, hər nə zaman ki. A variantında where zaman bildirmir. Əlbəttə ki, bu təm budaq cümləsidir bu. The top of the refrigerator, haradakı. C variantında if verilibdir, şərtdir. D variantında zərflə movie sözünü təyin edibdir, təm budaq cümləsidir. E variantında isə watching Star Wars, which has lots of special effects, təm budaq cümləsidir. 100-cü testdə isə without adverbial clause of concession, yəni without olmadan, nə olmasın, ziddiyyət olmasın deyir. A-da also ziddiyyətdir. Though ziddiyyətdir. Burada da ziddiyyətdir. Burada da even if yenə də ziddiyyətdir. Hətta əgər qadağan eləsən də gedəcəm. E variantında while ziddiyyət ola bilir, amma burada ziddiyyət deyil. Deyir ki, qabları yuduğum müddətcə o pəncərəni sındırdı. Həmin mən yuarkən zaman bildirir. Burada ziddiyyət deyil deyə cavabımız E variantıdır.